Salam, xoş gördük hər birinizi. Bugün Logos Lab platformasından 11-ci videomuzun çəkilişinə başlayırıq və bugün müzakirə etmək istədiyimiz mövzu analitik din fəlsəfəsi mövzusudur. Qismən də analitik mifologiya ilə bağlı ola bilər və ümumi kontekstə yanaşsaq, müqayisə etmək istədiyimiz və müzakirə etmək istədiyimiz mövzu bu tək tanrılı inancdan, yəni monoteizmdən ümumkainat prinsipinə doğru necə bir keçid etmək olar? Yəni hər bir insanın və ya toplumun alt şüurunda formalaşmış olan tanrı inancı, tanrı obrazı ilə bütövlükdə insanın individual həyata və ya sosiumda, sosial sistemdə idarə etmə sistemində olan baxışı arasında hansı bir bağlantının ola biləcəyini qısa şəkildə nəzərdən keçirə bilərik. Beləliklə, tanrı anlayışından əgər biz yola başlasaq, tanrı anlayışı bu və digər şəkildə bütün dinlərdə mövcuddur, amma bu anlayış onların hamısında eyni məzmunu ifadə etmir. Yəni biz tanrı anlayışını sadəcə olaraq İbrahimi dinlər, yəni bu Yahudilik, Xristianlıq və İslam ilə məhdudlaşdıra bilmərik. Yəni əslində İslam dinində rast gəldiyimiz məsələn Allah anlayışı, yəni bu tanrı anlayışının İslam dini çərçivəsində adlandırılmasından başqa bir şey deyildir. Və hər bir dində, yəni tanrı anlayışının da müxtəlif adlandırılması ola bilər, amma bu və digər şəkildə onlar arasında həm ümumi, həm də fərqli əlamətləri biz müşahidə edə bilərik. Və bunları nəzərə alsaq qeyd edə bilərik ki, dinlər arası bağlantı quraraq, yəni dinlər arası bir müqayisəli analiz apararaq, onlardan biri üçün keçərli olan tanrı ideyasını olduğu kimi digərinə tətbiq etmək adətən məntiqi xəta yaradır. Məsələn, hər şeyə qadir olan tanrı anlayışı əsasən İbrahimi dinlərə xasdır, yəni qeyd etdiyimiz kimi Yəhudiliyə, Xristianlığa və İslama xasdır. Hərçənd ki, bu dinlərin özündə də tanrı məzmun etibarilə xeyli fərqli məzmun çalarları kəsb eləyə bilər. Məsələn, Yəhudilikdə Elohim anlayışından biz çıxış etsək, yəni bu ilkin anlamda həm də politeizmi, tanrıları, çox tanrıları da ifadə edə bilər və təbii ki, burada həm də digər bir fərqli anlamda həm də monoteistik bir tanrı obrazını da özündə ehtiva etmiş olur. Amma məsələn, Elohimin bu anlayışını biz kənara qoymuş olsaq, məsələn, Xristianlıqda tanrı anlayışına baxsaq, burada da üçlüyə rast gələ biləcəyik, yəni ata, oğul və müqəddəs ruh. Amma baxmayaraq biz həm Yəhudiliyi, həm də Xristianlığı İslam kimi monoteistik bir sistem kimi nəzərdən keçiririk. Amma məsələn, bir qədər daha da coğrafi məkan olaraq uzaqlaşsaq, yəni yaxın və orta şərqdən uzaqlaşsaq, məsələn, Buddizmin təşəkkül tapdığı, yayıldığı bir coğrafiyalara keçid alsaq, məsələn, bu Hindistan, Yaponiya və Çin və başqalarına baxsaq, yəni baxacağıq ki, Buddizm ilə müqayisədə İbrahimi dinləri eyni kateqoriyadan olan dinlər kimi iştirak eləmir. Yəni İbrahimi dinlər arasında daha çox oxşarlığa biz rast gələ bilirik. Yəni onlar insan psixologiyasına daha oxşar bir şəkildə təsir göstərə bilir və oxşar davranış stereotiplərini formalaşdıra bilir. Amma məsələn Buddizmdən çıxış edəriksə, burada Buddizmə gətirib çıxaran əsas anlayışlar sistemi, yəni bu İbrahimi dinlərin fundamentində dayanan anlayışlar sistemindən fərqlidir. Məsələn, Buddizmdə karma ideyası var, bu reinkarnasiya ruhun bir bədəndən digər bədənə keçməsi ideyası ilə bağlıdır. Burada moksha ideyası var, yəni insanın maddi sistemin bütün zəncirlərindən xilas olması ideyası var və bunların əsasında dayanan dharma ideyası var. Yəni bu bir tərəfdən reinkarnasiya prosesini tənzimləyən bir əxlaqi davranış sistemini özündə ehtiva edir. Digər tərəfdən isə insanın mənəvi cəhətdən, ruhi cəhətdən mükəmməlləşib, tam şəkildə maddi sistemin zəncirlərindən xilas olması və
arhat, yəni azad insana çevrilməsi anlamını özündə ifadə edir. İstənilən halda, yəni hər bir dinin fundamentində dayanan olan əsas anlayışlar sistemi, kateqorial aparat sisteminə xüsusilə fikir vermək lazımdır. Amma yeri gəlmişkən, yəni biz bu kontekstdən çıxış etsək, hətta bəzi tədqiqatçıların fikrincə, İbrahimi dinlərdə öz əksini tapan xristianlıq ilə Buddizm arasında daha çox oxşarlıq vardır. Yəni, əgər biz İbrahimi dinlər üçlüyündən çıxış etsək, yəni xristianlığın məzmunu qismən Buddizmə yaxındır və hətta bəzi tədqiqatçıların ehtimalına görə o əslində Yəhudilik dininin təsiri altında Buddizmin forma etibarilə transformasiyası, yəni şəkil dəyişdirilməsindən başqa bir şey deyildir. Təbii ki, bu yalnız bəzi tədqiqatçıların yanaşmasıdır, yəni burada dərin bir araşdırma aparmaq lazımdır. Yəni mən sadəcə olaraq alternativ bir yanaşmanın, alternativ bir fikrin də intellektual tarixdə özünə yer alması haqqında qısaca bəhs etdim. Beləliklə biz məsələn Buddizmə qayıtmış olsaq, yəni Buddizmi başa düşmək üçün biz ilk növbədə təbii ki, Hind fəlsəfəsinin, yəni Hind təfəkkürünün çıxış nöqtəsi olan Veda ədəbiyyatına baxmalıyıq. Məsələn, biz əgər bu aspektdən çıxış etsək, baxıb görəcəyik ki, Buddizmdə, eləcə də Veda ədəbiyyatının müxtəlif interpretasiyalarında tanrılar hər şeyə qadir deyildir. Yəni baxırıq tanrı anlayışı həm Buddizmdə var, həm Veda ədəbiyyatında var. Yəni Vedanın daha sonra başlanğıc verdiyi təbii ki, Hinduizmdə var. Amma burada tanrı ideyasının məzmununa yanaşma, məsələn, İbrahimi dinlərdən fərqlidir. Yəni onlardan fərqli olaraq, yəni İbrahimi dinlər üçlüyündən fərqli olaraq qeyd etdiyimiz kimi Buddizmdə, Hinduizmdə tanrı hər şeyə qadir deyildir. Məsələn, ümumkainat səbəbiyyət prinsipi, karma tanrılar tərəfindən yaradılsa belə, onların özləri də bu prinsipə tabedir, yəni bu prinsipi poza bilməzlər. Başqa sözlə, əgər səbəb baş veribsə, onda nəticənin də baş verməsinin qarşısını heç bir qüvvə və ya fenomen, o cümlədən tanrılar belə kəsə bilməz. Hətta tanrının özünün də öz yaratdığı prinsip və ya qanunauyğunluğa tabe olduğunu qəbul edərkən, tanrı anlayışı diqqət mərkəzindən bir qədər arxa plana keçərək, ümumkainat prinsipi və ya qanunauyğunluğu anlayışı ön plana çıxmış olur. Bu səbəbdən də hər şeyə qadir olan tanrı anlayışı üzərində qurulmuş İbrahimi dinləri üçün uzaq şərq dinləri, dini fəlsəfi sistemləri tanrısız dinlər kimi qiymətləndirilir, yəni belə bir yanaşma vardır. Halbuki bu dinlərin və başqa bir interpretasiyada dini fəlsəfi sistemlərin özlərində də bu və digər şəkildə tanrılar kimi interpretasiya oluna biləcək fövqəladə təbii varlıqlar mövcuddur. Sadəcə olaraq orada diqqət mərkəzində bu tanrılar deyil, yəni karma, dao qismində ümumkainat prinsipidir və ya qanunauyğunluğudur ki, bunun da nəticəsi olaraq insanlar tanrılara ibadət etməyə ehtiyac duymur. Yəni burada əsas məqsəd, yəni əgər bir meditasiya varsa, bir mənəvi təkmilləşdirmə üçün bir praktikalar vardırsa, yəni burada əsas məqsəd bu tanrılara ibadət deyildir və ya tanrıya ibadət deyildir. Bu daha çox, yəni hər bir şeyin əsasında dayanan, o cümlədən insanın individual həyatının və ya sosial sistemin və kainatın əsasında dayanan əsas prinsip və qanuna uyğunluğu dərk eləyərək onun əsasında yaranmış olan nizamı pozmamağa çalışmaqdır. Yəni belə bir interpretasiya aparmaq mümkündür. Və bildiyimiz kimi dinlər bu və digər şəkildə insan psixologiyasına güclü təsir göstərir və müvafiq davranış stereotiplərini formalaşdıra bilər. Məsələn, çox böyük ehtimal ki, tanrıların özlərinin belə yaratmış olduqları qanuna uyğunluqlara tabe olması və onları poza bilməməsi məntiqi üzərində formalaşan sosial sistemlərin ictimai şüura, yəni bunun bir siyasi tərəfi ola bilər, bunun bir mənəvi tərəfi ola bilər və s. Müxtəlif tətbiq sahələrinə baxsaq, yəni burada biz fərqli təzahürlərə rast gələ bilərik. Məsələn, siyasi hakimiyyət, yəni bu liberalizm ideologiyasında
Üç qola bölünür: qanunverici, icra edici və məhkəmə hakimiyyəti. Və əgər biz Tanrının özünün yaratmış olduğu qanuna uyğunluğa tabe olması, onları poza bilməməsi, əgər bu ideyanı biz siyasi sistemə tətbiq edə biləriksə, deməli siyasi sistemdə də yəni fərqi yoxdur. Hakimiyyətin hansı qolundan danışırıq? Yəni ya qanunverici, ya icra edici, ya məhkəmə hakimiyyəti. Yəni onların özlərinin də vermiş olduqları qərarlara, formalaşdırmış olduğu qanunlara və ya sarıya tabe olması heç bir halda onları pozmamalı olması fikri ilə məntiqi cəhətdən daha uyğundur. Yəni qanunverici sistem bu, məsələn, konqresdir, Milli Məclisdir, onlar qanun verirlər. Amma bu demək deyildir ki, qanun verən orqan, Milli Məclis və ya konqres bu qanunları poza bilər. Və yaxud məhkəmə sistemi müəyyən bir qanunlar əsasında mühakimələr yürüdə bilər, yəni cəza tətbiq edə bilər, amma məhkəmə hakimiyyətinin özü də, yəni çıxış etdiyi qanunlara tabedir. Onların fövqünə keçə bilməz. Yəni belə bir stereotipik olan ideya, yəni bu Tanrı kontekstində, yəni Tanrı özü istər kainatın, istər insanın individual həyatının, istər sosial sistemin əsasında dayanan qanuna uyğunluqları yaradır, qanunların formalaşmasını həyata keçirir, amma özü də bu qanunlara, qanuna uyğunluğa tabedir. Yəni onları poza bilməz. Yəni belə bir insan təfəkküründə sanki paralellərin aparılması mümkündür. Yəni bu məntiq individual münasibətlər sistemində də şamil oluna bilər. Əgər tələbələrə nəzərən müəllim qaydaları müəyyənləşdirirsə, onun özü də müəyyənləşdirilmiş olduğu qaydalara tabe olmalıdır və onları pozulmalıdır. Əgər övlada nəzərən valideyn qaydaları müəyyənləşdirirsə, onun özü də müəyyənləşdirilmiş olduğu qaydalara tabe olmalıdır və onları pozulmalıdır və s. Əks halda bu sosial sistemdə siyasi hakimiyyətin, müəllimin, valideynin və s. təyin etmiş olduqları qaydaların, qərarların, prinsiplərin fövqünə qalxmasına və onları öz iradəsinə tabe etməsinə yol aça bilər. Ola bilsin ki, müxtəlif sosial sistemlərdə müşahidə edilən bu qəbildən olan problemlərin kökü müəyyən dərəcədə kollektiv alt-şuurda yatan, hər şeyə qadir olan Tanrı ideyasından qaynaqlanır. Ona görə ki, bu ideyaya əsasən, yəni artıq qeyd etdiyimiz kimi, fövqəl qüvvə yaratmış olduğu prinsip və qanuna uyğunluqların da fövqünə qalxaraq, yəni onları öz iradəsinə tabe edə bilir, onları poza bilir. Yəni belə bir stereotip, yəni insanın alt şuurunda və ya kollektiv alt şuurda, yəni siyasi sistem, təhsil sistemi və ya məişətdə müşahidə etdiyimiz müəyyən bir pozuntular, çətinliklər, neqativ halların da formalaşmasına bir başlanğıc verə bilər. Amma təbii ki, indi dediklərimiz sadəcə bir ehtimallardır. Yəni burada biz mütləq həqiqətdən danışa bilmirik və bunun araşdırılması üçün çox güman ki, bir din psixologiyasında və etnopsixologiyada daha dərin bir tədqiqatların aparılmasına ehtiyac vardır. Yəni biz sadəcə olaraq belə bir alternativ yanaşmanın da ola biləcəyini diqqət mərkəzinə gətirmək istədik. Bu gündən müzakirə etmək istədiklərimiz bu qədər. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram.